Hər birinizi yeni bir vlogdan salamlayıram. Sizin üçün maraqlı bir vlog çəkmişəm. İstədim sizinlə bunları bölüşüm. Belə Novruz hazırlığı ilə başladıq. Bildiyiniz kimi, bilmirəm sizdə necədir, amma biz çalışırıq ki, çərşənbələrdə qeyd eləyək. Burada da Alinanı görürsüz. Biz üçümüz oturduq belə. Xonçamızı hazırladıq. Yoldaşım hazırladı daha doğrusu. Biz bu oyuncaqları manatlıq mağazalardan almışıq və təxmini bizim bu səbətə 47-48 manat belə pulumuz çıxıb. Hamısını manatlıq mağazalardan almışıq və sizin üçün də istədim ki, Novruz qabağı bunu paylaşım. Çünki istəyənlər ola bilər və bu formada hər il biz demək olar ki, bunu hazırlayırıq. Mənə maraqlıdır ki, mənim izləyicilərim bəs Novruzu necə qeyd edirlər? Sizdə ən çox mənə maraqlıdır hansı yeməkləri bişirirsiniz? Hər Novruzun olmazsa olmazı plovdur. Yəni ki, hər evdə məncə bu bişirilir. Mən çox sevdiyim bayramlardan biri də Novruz bayramıdır. Həmişə biz bu Novruzu çox gözəl şəkildə qeyd eləyirdik. Artıq illər keçdikcə fikir verirəm ki, bayramlar artıq əvvəlki kimi qeyd olunmur. Və sizdə necədir? Siz də mənimlə fikirlərinizi bölüşsəz sevinərəm. Kimlər nə cür, yəni ən çox bayramlarda nələr etməyi xoşlayırsınız, ya harasa getməyi xoşlayırsınızmı? Yazsanız sevinərəm. Qızlar, sizdən bir şey də soruşmaq istəyirəm. Mən videolarımı daha çox eyni mövzular üzərində çəkirəm. Yəni ki, çox vaxtımı evdə keçirdiyim üçün və bəzən də market alış-verişi falan etdiyim üçün videolarımın çoxu eyni mövzuludur. Sizin də fikirlərinizi öyrənmək istəyirəm ki, sizə hansı mövzular maraqlıdır, hansı mövzularda videolar, vloqlar gəlsə sizin üçün maraqlı olar. Mən çalışıram ki, hər vloqumda uşaq baxımı ilə bağlı, ev təmizliyi ilə bağlı nələrsə sizinlə bölüşüm. Amma bunlardan əlavə sizin üçün nəsə maraqlı ola bilər. Sizə söz vermişdim ki, yoldaşımla necə tanış olmuşuq, bunun haqqında sizinlə vlog bölüşəcəm. Mən sizinlə bir şey də bölüşmək istəyirəm ki, fikirləşirəm ki, hər zaman bir vloqa başladığım zaman həmin vloqu sizin üçün mükəmməl şəkildə düzəldim və sizinlə bölüşüm. Amma çox zaman məndə belə alınır ki, artıq günlər keçir, mən vloqun üzərində normal şəkildə işləyə bilmirəm və bir neçə saatın içində o vloqu düzəldib sizinlə bölüşməli oluram. Çünki artıq fikir verirəm ki, vloqları gec-gec paylaşıram və izlənməm həqiqətən də çox aşağı düşüb və buna görə də mən həqiqətən çox pis oluram. Çünki həmişə məsələn vloqlar atırdım. Vloqlarım yaxşıca izlənirdi, get-gedə daha da yaxşı olurdu və birdən-birə belə bir düşüş yaşadım. Buna görə də sizin dəstəyinizi gözləyirəm. Mən ümumiyyətlə deyə bilərəm ki, biz artıq 3-cü ilimizdir ki, evliyik. Dekabrda biz ailə həyatı qurmuşuq 2022-ci ildə və tanışlığımız da əslində görücü üsulu olub. Çünki yoldaşımın dayısının yoldaşı məni görmüşdü və bundan sonra yoldaşımla danışıblar və biz ondan sonra danışmağa başlamışıq. Biz təxmini bu vaxtlarda danışmışıq, yoldaşımla tanış olmuşuq. 2022-nin dekabrında da bizim toyumuz oldu. O vaxta qədər isə bizim elçiliyimiz may ayında olmuşdu və beləcə biz ailə həyatı qurduq. Alinanın dünyaya gəlməsi bildiyiniz kimi dekabrın 11-i oldu. Bizim əslində toy günümüz də dekabrın 10-udur və beləcə mən bilmirəm sizinlə başqa nələr bölüşüm. Sizə nə maraqlıdırsa mənimlə bölüşərsiniz. Mən də çalışaram ki, növbəti vloqlarda suallarınızı cavablandırım. Bir xahişim də mənə dəstək olmağınızdır. Əgər kanalıma hələ də abunə olmamısınızsa, kanalıma abunə olaraq mənə dəstək ola bilərsiniz. Əvvəlcədən təşəkkürlər. Bundan başqa özüm haqqında başqa nə deyə bilərəm? Qubada oxumuşam məktəbimi və 2015-ci ildə də universitetə qəbul olmuşam psixologiya ixtisasına və 2019-cu ildə məktəblərdə çalışıram və ən sonuncu da iş yerim Bakıda Xətai rayonunda bir məktəbdə oldu. Hal-hazırda da analıq məzuniyyətindəyəm. Yəni uşaqlarla işləməyi sevirəm. Bəzən Alinaya qədər fərdi şəkildə uşaqlarla da, yəni evdə məşğul olurdum, amma hal-hazırda Alinaya vaxtı güclə çatdırdığıma görə bunu hələ ki dayandırmışam. Başqa fikirləşirəm ki, sizinlə nəyi bölüşə bilərəm. Özüm haqqında nə sizə maraqlıdırsa, mənə sual olaraq yaza bilərsiniz.
Deməli, qızlar, markete getmişdim. Bir soda aldım. Bizdə çox işlənir. Bundan sonra da Bravo Marketin yanında manatlıq mağazalar. Life Center'da elə bil. Oradan pingvin paketlərdir. Bunların biri 1 manat idi. Bunlar nazik. Bunlar yaxşı olur. Nazik formada olduğuna göre belə aldım. Əslində evdə var idi. Marketdən alınanlar qalın olur. Ona göre bundan da aldım. Burada karışık biraz yığıştırmak lazımdı. Bunlar da az qalır. 1-2 dənə qalır içində. Burada her şey var. Ne isteseniz tapabilirsiniz. Biz belə böyük formada tualet kağızını da, bir də mətbəx dəsmalını da belə alırıq. Bunlar biri 12 manat almışdıq deyəsən. Birini də hər zaman alırıq biz bunu 15-16 manata. Elə bir 32 dənədir bunların içində. Bunda da 32 dənədir. Bunda da 32 dənədir. Amma marketdə məsələn bu papiyadır. Bunlar 30 neçə manat olur bu boydası. Yəni sərf edir. Kimsə maraqlansa yerini yaza bilərəm. Nərimanovda yerləşir amma onu deyim. Yəni ünvanını verə bilərəm. Əgər sizə də sərf edirsə ala bilərsiniz. Bura qarışıq hər şey var burada. Belə bu əşyaları yığmışıq bura. Burada da hər zaman meyvələrimiz olur. Meyvələri bura qoyuruq. Burada da bəzi qablardır. Bunlar gec-gec işlənən qablardır. Bunları da burada saxlayırıq. Əslində bu hissə çox qarışıq görünür. Belə dünən balon filan yumuşdum. Hamısını qoydum bura. Halım olmadı. Bu hissə də çox qarışıq belə. Buranı da yığışdırmaq lazımdır. Burada şirniyyatlarımızdır. Bayaq çörək almışdım. Bu da buradadır. Orada dəftər, kitab filan, onlara fikir vermeyin. Burada da un var. İndirmə düşmüşdü. Doymakın unudur. 2 dənə aldım. Kiloluq. Belə evdə lazım olur. Yine bunu da getirib qoymuşam bura. Birləşdirməmişəm. Paltarlar var idi. Qurumuşdu. Bunları indi yerinə yerləşdirəcəm. Başqa da indi yemeği bişirəcəm. Sizin üçün də çalışacağım ki, çəkim. Əvvəlcə buranı təmizləyim biraz. Toyuq bişirəcəm. Bir də düşbərə bişirəcəm. Çünki qaynatam oruç tutub. Sulu yemək də olmalıdır. Ona görə də toyuq və sadəcə düşbərə bişirəcəm. Dünən kotlet, qreşka, bir də sulu yemək hazırlamışdım. Onlar bitdi. Və bugün də yeni bir yemək hazırlamaq lazımdır. İçməyə də hər zamanki kimi davam edirəm. Belə butulkanı 1-2 dəfə doldurub içirəm. Bəzi günlər olur ki, ümumiyyətlə içə bilmirəm, çox az içirəm. Bundan əlavə də su çox içirəm. Mənə keçən dəfələrdə çox sual gəlmişdi ki, südü artırmaq üçün necə qidalanmaq lazımdır. Ümumiyyətlə bunu deyim ki, əsas suyu, mayeni çox qəbul eləmək lazımdır. Suyu da çox içsəz yaxşıdır. Ümumiyyətlə çay da içsəz və İran xurması ilə. Baxın, bizdə hər zaman burada xurma var və tez-tez bundan yeyirəm. Çayla içirəm. Mən biraz bu yemək işini biraz abartmışam. Çaydan çox xurma yeyirəm. Yəni əslində bu da düzgün bir şey deyil. Sadəcə xoşum gəlir. Bu aralar biraz az yemişəm. Burada da qaynanam üçün belə bir qarışımı hazırlayıram. Bunun içində xamadır, bir də kəsmidir. İndi sizə göstərəcəm ki, şəkəri olanlar, ümumiyyətlə diyeta saxlayanlar belə bir şey hazırlayıb istifadə edə bilərlər. Bunların ikisini də indi qiymətlərini də sizə göstərəcəm. Bravo Marketdən almışam. Hər zaman alırıq və bu bir həftə bir nəfərə bəs edir. İndi sizə göstərim ki, mən bunu necə hazırlayıram.
Kızlar baxın, bizə lazım olacaq belə xama. Əgər Bravo marketdən alış-veriş edirsinizsə, çalışın ki, uzun ömrün belə xamasını alın və hazır formadansa belə çəki ilə olanı alsaz daha yaxşı olar. Və belə bir kəsmik alırıq. Əslində mən hər dəfə uzun ömrün kəsmiyindən istifadə edirəm, amma bu dəfə uzun ömür kəsmiyi yox idi və belə nömrə bir sadə kəsmiyi aldım.